Universitet platformasında sualları testimizə sürətli şəkildə əlavə etmək üçün əvvəlcə əsas paneldən testimizə daxil oluruq. Əl ilə sual əlavə etməyə əvəzinə süni intellekt dəstəyini aktivləşdiririk. Buradan mövzu əsasında test yaratmaq üsulunu seçirik. Açılan səhifədə mövzu yerinə istədiyimiz ifadəni daxil edirik. İstədiyimiz sual sayını, sual tipini və çətinlik dərəcəsini seçirik. Nəhayət, suallar yarat və baxış keçir düyməsini basırıq. Proqram bir neçə saniyə ərzində seçimlərimizə uyğun suallar hazırlayır. Suallar hazır olduqdan sonra onlara baxış keçirib hər hansı səhvin olub-olmadığını yoxlayırıq. Sonda, sualları testə əlavə et düyməsini basaraq prosesi yekunlaşdırırıq.